hal-hazırda qardaşımın əvvəl çalışdığı yerdə çalışıram. Uşaqlar yəni, onun köhnə iş yoldaşlarına danışanda yəni, onlarla bölüşürdü. Deyirdi ki, yəni, belə olmaz. Mən də artıq həm iştirakçısı kimi artıq o necə deyim, canlanırdı ki, yəni daha da bu döyüşlərdə iştirak eləsin. Aprel döyüşlərində də iştirak eləyib. Onun öz videolarında da gördüyünüz kimi hər bir şeydə vətənpərvərlik simvolu olan idmanında köynəklər geyinirdi, kamuflyaj paltarlar. Yəni bu onun simgəsidir, artıq göstərir ki, vətənə necə bağlı insandır. Zəng gəldi. Dedim, mən voyinkomatdayam, mən evə zəng eləmişdi, səhər tezdən idi. Gəlin maşını götürün, mən gedirəm, könüllü yazılmışam. Bizə orada dedi. Hətta biz anamın, atamınla bərabər gedib, içəri belə qoymadı. Məni əlinlə belə, yəni o kadrlar hələ də gözümün mən getmir. Əlinlə belə tələdi ki, gəlmə lazım deyil. Hələ mənim üstümə də orada qışqırdı, nəyə gətirmirsən deyir, anam, atam bura. Sən onları deyir, nəyə gətirib, belə necə deyim, qorxu hissi olmayaraq. Mənə acıqlanırdı ki, sənə demədim, deyir, gətirmə onları, özün gəl, paltarını ver, çıx get. Bu sözləri dedi. Yəni tam səmimi olan hisslərimizi sizlə bölüşəm. Yəni bu şəkildə oldu. İşdən, növbədən çıxıb ora getmişdi. Yəni evə belə gəlmədi. İşdən yuxusuz qalıb dərhal ora getmiş.